Hörmətli izləyicilər, mən Elnur Rəsulov. Amarkets Global Broker şirkətinin hər birini salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Bildiyimiz kimi investorların gözlədiyi bu həftənin ən vacib xəbəri bu gün Amerikadan açıqlanacaq federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərarıdır. Faiz dərəcəsinin 4,5 olaraq, yəni dəyişməz olaraq saxlanılacağı proqnoz edilir. Belə ki, hörmətli izləyicilər, bildiyimiz kimi həm Trumpın özü, eyni zamanda Amerikanın xəzinə katibi Scott Bessent də federal ehtiyatlara faiz dərəcəsinin aşağı salması ilə bağlı bir mənada təzyiqlər etmiş oldu və hətta bununla bağlı bir neçə açıqlamalar vermiş oldu. Lakin federal ehtiyatlar buna cavab olaraq faiz dərəcəsinin iqtisadiyyatdan gələn datalara bağlı olduğunu qeyd etdilər. Yəni, xüsusilə əmək bazarı və inflyasiya göstəricilərinə bağlı olduğunu qeyd etdilər. Diqqət yetirsək ki, Amerikada inflyasiya göstəriciləri əslində gözlənilənin altındadır. Yəni 2,4%-dir. Bu da federal ehtiyatların hədəf inflyasiya səviyyəsinə çox yaxındır. Eyni zamanda əmək bazarı ilə bağlı keçən həftə açıqlanan göstəricilərə diqqət etirsək, qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı gözlənilənin üstündə açılmış oldu və ümumi işsizlik səviyyəsi isə 4,2% olaraq proqnoz ediləndə eyni səviyyədə açıqlanmış oldu. Lakin ümumi fonda baxdıq, hörmətli izləyicilər, son 2-3 aydır ki, Amerikada əmək bazarından nisbətən zəif və yaxud da negativ bir trend vardır. Bütün bunlara diqqət yetirsək və eyni zamanda Amerikada istiqraz bazarındakı xüsusilə 10 illik istiqrazların faiz dərəcəsi hal-hazırda 4,30% ətrafındadır. Hansı ki, bu da kifayət qədər yüksəkdir. Yəni, Amerikanın borclanma səviyyəsi bir mənada çətinləşir. Yəni, borc üçün ödədiyi faizlər çox yüksəkdir. Belə olan halda, təbii, federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı çox yüksəkdir. Ola bilər ki, federal ehtiyatlar bu görüşdə faiz dərəcəsini dəyişməz olaraq saxlasın. Lakin ümumi fonda federal ehtiyatların faiz dərəcəsini aşağı salması, hörmətli izləyicilər, çox yüksək ehtimaldır. Və bütün bundan dolayı da, təbii, federal ehtiyatların faiz dərəcəsini aşağı salması gözləntiləri bir mənada dollar indeksinə negativ təsir edir və dollar indeksinə texniki olaraq, texniki analiz nöqteyi nəzərdən yanaşsaq, diqqət etirsəniz 2 may tarixində dollar indeksi həmin günün birinci müqavimət səviyyəsini qırmış oldu və həmin tarixdən etibarən dollar indeksində bir mənada aşağı yönlü formalaşmaq istəyən bir trend vardır və gün ərzində nə qədər ki, dollar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 99,449 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dollar indeksində aşağı yönlü eniş trendinin yenidən başladığını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi cəmalələrimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, avro-dollar valyuta cütlüyü də son 3-4 gündür range içərisində ticarət olunur və hər hansı bir dəqiq istiqamət götürmədi, ya yuxarı yönlü alış trendi və yaxud da ki, satış trendi. Lakin diqqət etirsəniz, avro-dollar valyuta cütlüyü 2 may tarixində həmin günün birinci müqavimət səviyyəsini qırmışdı və həmin tarixdən etibarən bir mənada avro-dollar valyuta cütlüyündə yuxarı yönlü alış üçün əslində siqnal yaranmış oldu və gün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1,13062 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altında bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin, hörmətli izləyicilər, bu gün Amerikadan çıxacaq federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərarı əsas rol oynayan faktordur və valyuta cütlüyünün istiqamətini Amerikadan gələcək bu xəbər müəyyən edəcəkdir. Hörmətli izləyicilər, bildiyi cəmalələrimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyüdə son günlərin range ticarətindən sonra dünən etibarilə həmin günün birinci müqavimət səviyyəsini qırması ilə və bazarın həmin səviyyənin üzərində bağlanması ilə bir mənada GBP-USD valyuta cütlüyündə alış siqnal yaranmış oldu və həmçinin İngiltərədə PMI indeksinin də gözlənilənin üzərində açıqlanması eyni zamanda fundu dəstəkləyən əsas faktorlardan birisi oldu. Gün ərzində nə qədər ki, GBP-USD valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1,32853 səviyyəsini qırıb, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz GBP-USD-də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin qeyd etdiyimiz kimi Amerikadan açıqlanacaq faiz dərəcəsi bir mənada valyuta cütlüyündəki əsas istiqaməti müəyyən edən faktor olacaqdır. Əlavə olaraq, hörmətli izləyicilər, uzun vədədə diqqət etirsək, fundun bu qədər yüksəlməsi təbii ki, İngiltərə iqtisadiyyatı negativ təsir edir və bundan dolayı da fund bu dərəcədə yüksələrsə, İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini yenidən aşağı sala bilər və bu da təbii ki, fundda olan yüksəlişi məhdudlaşdıra bilər.
Hörmətli izləyicilər, bir digər maliyyətimiz AUD-USD valyuta cütlüyüdür. Ümumiyyətlə AUD-USD-də də diqqət etirsəniz 30 aprel 29, 30 aprel tarixlərində bir mənada AUD-USD valyuta cütlüyündə range ticarət olmuş oldu. Lakin 2 may tarixində həmin valyuta cütlüyünün həmin günün birinci müqavimət səviyyəsini qırması ilə və onun üzərinə bağlanması ilə bir mənada AUD-USD-də alış siqnalı yaranmış oldu və diqqət etsəniz həmin tarixdən etibarən AUD-USD yalnız yüksələn trenddə davam edir və gün ərzində nə qədər ki valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 0.64 543 səviyyəsini qırıb onun altına bağlanmazsa biz valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin yenə də digər valyuta cütlüyündə olduğu kimi federal ehtiyatların faiz dərəcəsi təbii ki bu valyuta cütlüyündəki trendi müəyyən edən əsas faktorlardan birisi olacaqdır. Və gün ərzində qeyd etdiyimiz kimi texniki analiz nöqteyi nəzərən bu günün birinci dəstək səviyyəsi qırılarsa və qiymət onun altına bağlanarsa bir mənada AUD-USD-də yüksələn trend eniş trendi ilə əvəz oluna bilər və yaxud da ki əksinə bu günün birinci dəstək səviyyəsinin üzərində bağlanarsa AUD-USD biz AUD-USD-də yüksələn trendin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Bir öncəki videolarımızda bir neçə dəfə qeyd etmişdik bununla bağlı ki, qızılda olan enişlər bir mənada məhdud xarakterli daşıyır və onlar aşağı yönlü korreksiyadır və qızılda olan aşağı yönlü korreksiyalar əslində alış üçün böyük imkanlar yaratmış olur və diqqət etirsəniz hörmətli izləyicilər və bir öncəki videomuzda da qeyd etmişdik ki, qızılda alış üçün siqnal qızıl nə var ki, günlük əsasda həmin günün birinci müqavimət səviyyəsini qırırsa, əslində bu alış üçün böyük bir belə deyək siqnaldır. Və diqqət etirsəniz 5 may tarixində qızıl həmin gün aşağı yönlü korreksiyanı tamamlamış oldu və 5 may tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırması ilə yüksələn trendə yenidən başlamış oldu və diqqət etirsəniz həmin tarixdən etibarən qızıl yüksəlməyə davam edir. Gün ərzində nə qədər ki qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 3357 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda qlobal siyasi hadisələrin, eyni zamanda Pakistan və yenidən Hindistan arasında müharibə ehtimallarının güclənməsi də bir mənada qızıla dəstək verən əsas faktorlardandır və texniki analiz nöqteyi nəzərdən hörmətli izləyicilər, bu günün birinci dəstək səviyyəsi qırılmazsa biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksi də 22 aprel tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırması ilə yüksəliş trendi başlamışdı. Lakin diqqət etirsəniz, hörmətli izləyicilər, dünən, yəni 6 may tarixi etibarilə S&P 500 indeksi həmin günün birinci dəstək səviyyəsini qırdı və qiymət onun altına bağlanmış oldu. Və bu bir mənada S&P 500 indeksində yenidən aşağı yönlü trendin başladığına dair işarə ola bilər və gün ərzində nə qədər ki S&P 500 indeksi birinci müqavimət səviyyəsi olan 5677 dollar səviyyəsini qırıb onun üzərinə bağlanmazsa biz S&P 500 indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Və bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi ümumi fonda baxdıqda Amerikada xəzinə istiqrazlarının faiz dərəcəsinin hal-hazırda 4.30 10 illik xəzinə istiqrazlarının faiz gəlirliyinin 4.32% ətrafında olması, hansı ki bu kifayət qədər yüksəkdir və eyni zamanda bir mənada Trumpın tarif siyasəti ilə bağlı qeyri-müəyyənliklərin davam etməsi bir mənada S&P 500 indeksinin olan yüksəlişin məhdud olacağını göstərə bilər. Əgər federal ehtiyatlar faiz dərəcəsini aşağı salarsa, təbii bu öz növbəsində ümumi fonda səhəm bazarına müsbət təsir edə bilər. Çünki ucuz pul bir mənada səhəm bazarı üçün daha böyük fürsətlər yaratmış olur və səhəm bazarının yüksəlməsinə səbəb olur. Lakin federal ehtiyatlar faiz dərəcəsini azaltmazsa və eyni zamanda Trumpın tarif siyasəti ilə bağlı dövlətlər arasında hər hansı bir dəqiq razılaşma əldə olunmazsa, biz S&P 500 indeksinin olan yüksəlişin məhdud olacağını düşünürük və qeyd etdiyimiz kimi texniki analiz nöqteyi nəzərdən bu günün birinci müqavimət səviyyəsi qırılıb onun üzərinə bağlanmazsa biz S&P 500 indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.